İranın yeni ali lideri Müçtəba Xamneyi haqda daha bir detal ortaya çıxıb. Global Info xəbər verir ki, Reuters agentliyi Xamneyiyə yaxın 3 şəxsə istinadən məlumat yayıb. Bildirilib ki, Xamneyi Tehranda iqamətgahına edilən hava zərbəsində ağır yaralanıb və hazırda sağalır. Stat: Ali liderin Tehranın mərkəzindəki iqamətgahına edilən hücum Xamneyinin üzünü eybəcər hala salıb. O, bir və ya hər iki ayağından ciddi xəsarətlər alıb. Məhz bu səbəbdən Xamneyi ictimaiyyətin diqqətindən və kameralardan uzaqda qalıb. Agentliyin mənbələrinə görə fiziki əlilliyinə baxmayaraq Müçtəba Xamneyi zehni cəhətdən sağlamdır və hökumətdə fəal iştirak edir. O, müntəzəm olaraq audio konferans vasitəsilə görüşlərə qatılır, münaqişə və Amerika ilə danışıqların gedişatı ilə bağlı əsas qərarlar qəbul edir. Statın sonu. Xatırladaq ki, martın 12-sində Müçtəba Xamneyinin hava hücumunda ağır yaralandığı ortaya çıxmışdı. Martın 31-də Amerika prezidenti İranın yeni ali liderinin sağ olduğunu, lakin ağır yaralandığını və vəziyyətinin pis olduğunu açıqlamışdı. Daha sonra İran liderinin Hindistandakı nümayəndəsi Əbdülməcid Hakim İlahi bildirmişdi ki, atəşkəs qərarını Müçtəba Xamneyi şəxsən özü verib. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.